Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'deh. 7-ci hədisdəyik. Ən Əbi Ruqayyədə Təmim İbni Avs Əddəri radiyallahu anh deyir ki, Ənə Nəbiyyə sallallahu aleyhi ve sellem, həqiqətən Nəbi sallallahu aleyhi ve sellem demişdir ki, Əd-dinu ən-nəsihə. Din nəsihətdir. Qulnə, dedik ki, limən, yəni kimə, kimin üçün? Və cavab olaraq, lilləhi, Allah üçün, yəni Allaha nəsihət yox ha. Yəni Allah üçün nəsihət edirsən müsəlmanlara və yaxud da ki, qeyri-müsəlmanlara ki, bu məsələdə xəta eləmişsiniz, Allah barəsində düz fikirləşmirsiniz. Hər bir halda Allahın təkliyinə aid məsələlərdə insanlar xətaya düşübsə, ona aid nədir? Nəsihət edirsiniz. Və li kitabihi, Allahın kitabına dair nəsihət. Və li rasulihi, və onun rəsulluğu üçün nəsihət. Və li əimməti muslimin, müsəlmanların başçıları üçün, imamları üçün nəsihət. Bir də ki, və əmmətihim, və rəiyyətlər üçün, yəni digər yerdə qalan müsəlmanlar üçün, idarə olunan müsəlmanlar üçün, yəni nəsihət etmək lazımdır. Və burada nəsihət dedikdə, qardaşlar, ümumən tövsiyə, xeyir istəmək, nəsihət sözünün mənası budur. Bir şeyi, bir kəsi fəsaddan uzaqlaşdırmaq, ona xeyir yolu göstərməyə nəsihət edilir. Din sözü isə iki məna daşıyır. Bir mənası odur ki, yəni mükafat verilən din var. Necə ki, Məliki Yevmiddin, yəni cəza gününün maliki, Fatihə surəsində gəlir. Orada yəni qiyamət günü mükafat veriləcək, cəza veriləcək, ya da əzab veriləcək. Bir də ki, əməllərdə olan din, yəni bildiyimiz bu din, burada əməllərdə olan din nəzərdə tutulur. Və Allah üçün olanda dedik ki, burada həm ibadətin Allaha məxsus edilməsindən söhbət gedir. Yəni insanlara çatdırırsan ki, ixlaslı olmaq lazımdır. Həmçinin də Allah Subhanahu taalanın rububiyyət, Rəbb olması məsələsini insanlara çatdırırsan. Yəni bu Allah üçün nəsihət buna deyilir. Kitabihi isə, yəni onun kitabına olan nəsihət isə burada nələr daxildir? Yəni Quranı müdafiə eləməkdir. Yəni Quran təhrif olunmasın. Təhrif eləyənlərin əməllərini bəyan etmək. Həmçinin Quranın verdiyi xəbərləri yəni mübahisə etmədən tam şəkildə təsdiq etmək məsələsini xatırlatmaqdır. Həmçinin onun əmrlərinə itaət eləmək, yəni Quranda, ayətlərdə nə əmr gəlibsə, varid olubsa onu yerinə yetirmək. Yəni bir kəs itaət eləməsə, ona nəsihət etməsən, itaət eləməsə, sən də nəsihət etməsən, artıq sən kitab haqqında nəsihət edənlərdən sayılmırsan. Həmçinin kitabda gələn qadağan haqqında cəmaata öyrətmək və onları o qadağalardan çəkindirmək. Həmçinin Qurandakı hökmlərin ən xeyirli hökmlər olmasına iman gətirməkdir. Çünki Quranın hökmündən üstün hökm yoxdur. Həmçinin Quranın hərflərinin və mənalarının Allahın kəlamı olduğuna iman gətirməkdir. Sonra gəlir Peyğəmbərə nəsihət. Yəni Peyğəmbərinə nəsihət, yəni Allahın Peyğəmbərinə nəsihət, yəni Allahın Peyğəmbəri haqqında insanlara nəsihət. Burada nə daxildir?
yəni Peyğəmbər sallallahu əleyhi və səlləmə olan tabeçiliyi ayırmaq və ondan başqasının yolu ilə getməmək, həmçinin onun haqq peyğəmbər olduğuna iman gətirmək, çünki onun adından yalan danışılmasın və onun verdiyi xəbər yalan hesab edilməsin və hansısa bir özünə mən peyğəmbərəm deyən zuhur eləsə, həmin kəsləri nədir, uzaqlaşdırmaq, onlardan uzaq durmaq və onları bəyan eləmək. Sonra həmçinin peyğəmbərə aid nəsihət nə özündə daşıyır. Rasulullah sallallahu əleyhi və səlləm əmrinə itaət etmək, onun qoyduğu qadağadan çəkinmək, onun gətirdiyi şəriəti müdafiə etmək. Bunlar hamısı peyğəmbərə nəsihət babındandır, yəni o fəsildəndir. Sonra gəlir müsəlmanların əmrinə, yəni başçılarına, imamlarına nəsihət. Burada müsəlmanların başçısı dedikdə iki sinif nəzərdə tutulur. Birinci sinif alimlərdir, ikinci sinif isə yəni rəhbərlərdir. Çünki alimlər nədir? Peyğəmbərdən elm, ibadət, əxlaq və dəvəti miras götürmüş Rabbani alimlərdir. Ona görə necə deyərlər? Deyir, alimlər bəyan edər, başçılar isə icra edənlərdir. Və alimlərə nəsihət dedikdə birinci olaraq onları sevmək. Çünki sən kimisə sevməsən ona dəstək ola bilməzsən. Yəni alimləri sevmək. İkinci, onlara haqqı bəyan etməkdə kömək etməkdir. Yəni zaman və məkandan asılı olaraq onların kitablarını müxtəlif yayım vasitələri ilə yəni çatdırmaqdır. Üçüncü demək olar ki, onların şərəf və ləyaqətini müdafiə eləmək və yəni Rəbbani alim haqqında onu gözdən salacaq bir söz deyilərsə, etiraz edilməlidir. Və sonra ikinci sinif başçılara nəsihət isə birinci odur ki, məsələdə başçının başçı olduğunu etiqad etmək. Yoxsa sən mənim başçım deyilsən, nə bilim nə, bu cür olmaz. Yəni kim bu etiqadda olmazsa, onlara nəsihət etmiş sayılmaz. Həmçinin rəiyyət arasında onların yaxşı işlərini danışmaq. Çünki bu insanların onları sevməsi ilə nə olur? Nəticələnir. Yəni insanlar onları sevdikdə əmrlərini asanlıqla yerinə yetirərlər. Yəni başçıların hər eybini görən kimi yaymaq nədir? Böyük bir xətadır. Sonra gəlir və ammətihim, yəni rəiyyətlərə nəsihət etmək. Bu da yəni bütün müsəlmanlara verilən nəsihətdir. Onları səmimi qəlbdən sevməkdən, görəndə salam verməkdən, nəsihət etməkdən, kömək göstərməkdən və digər xeyir gətirib şəri uzaqlaşdıran əməllərdən ibarətdir. Və hədisdən ümumi çıxarılan faydalar budur ki, dinin nəsihət olması, ikinci, Peyğəmbərin sallallahu əleyhi və səlləmin gözəl təlim üslubu, yəni ümumi şəkildə deyir ki, din nəsihətdir, sonra dayanır. Hətta bəzi rəvayətdə gəlib ki, 3 dəfə təkrarlayıb və sahabələr də sual verir ki, kimi üçün ya Rasulullah? Və bu sualdan belə fayda çıxardıb alimlər ki, sahabələrin elm öyrənməyə həris olmaları. Sonra faydalardan ən mühüm olandan başlamaq. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm birinci nədən başladı? Allah Subhanahu taalanın haqqından başladı, sonra kitabdan, yəni Qurandan başladı və sair belə sıraladı. Sonra faydalardan müsəlmanların başçılarına nəsihətin vacibliyi, sonra faydalardan müsəlman topluma başçının zəruri olmasına işarə var burada. Yəni yenə deyir, başçılıq bəzən ümumi, bəzən isə xüsusi mənada olur. Misal üçün, məscidin imamı öz məscidinin başçısıdır. Buna görə də alimlər deyiblər ki,
məsciddə 5 namaza başlıq edən imamın izni olmadan cəmaata iqamə vermək olmaz. Çünki bu onun haqqını nə deməkdir? Tapdalamaqdır. Yəni məscidin imamı desə ki, iqamə verin, namazı başlayaq, bu zaman iqamə verilir. İndi isə qardaşlar, keçək hədisin təhlilinə, yəni i'rabına. An Əbi Ruqayyətə Təmim ibn Avsun Əd-Dari. An harfu cərdi, əbi ismun məcrurun, əbi an ilə yəni cər olunub. Və aləmətü cərrihi əl-yə li'ənəhu min əsmail xamsə və huvə mudaf. Ruqayyə mudafun ileyhi məcrurun və aləmətü cərrihi əl-fəthə li'ənəhu məmnu minəs-sarf lil-aləmiyyə və tə'nis. Yəni həmçində orada qadıncısının əlaməti var. Burada yəni təmərbut adında bildiyiniz kimi. Sonra təmim bədəldir. Min əbi. Əbinin bədəlidir. Məcrurun və aləmətül cərrihi əl-kəsrə və huvə mudaf. İbn mudafun ileyhi məcrur və aləmətül cərrihi əl-kəsrə və huvə mudaf. Əvs mudafun ileyhi məcrurun və aləmətül cərrihi əl-kəsrə. Əd-dəri sifətun lit-təmim. Təmimin sifətidir. Məcruratun və aləmətül cərrihi əl-kəsrə. Radiyallahu anhu radiya fi'lun madin mebniun alel fethi. Allahu lafzu celale fa'ilun merfuun ve alametu raf'ihi ad-dammatu az-zahiratu ala ahirihi. Anhu an harfu cer vel ha yani anhu'daki ha. Damirun muttasil mebniun alel dammi fi mahalli cer vel cer mecrur. Mutaalligane bi radiya. Radiya ile mutaallig. Ennen Nebiye sallallahu aleyhi ve sellem enne harfu tevkidin ve nasbin. Nebiye ismu ha. Ha gaydır yani enne. Yani ennen ismidir. Mensubun ve alametu nasbihi el fethe. Salla fi'lul madil mebniyun alel fethi el fethi mugaddari. Men'a min zuhuriha et-teazzur. Allah lafzu celale fa'ilun merfu'un ve alametu raf'i ad-dammatu zahiretu ala ahirihi. Aleyhi ala harfu cer el-ha. ضمير متصل مبني على الكسر في محل جر والجر والمجرور متعلقان بصلى. وسلم الواو حرف عطف سلم فعل ماضي مبني على الفتح والفاعل مستتر جوازا تقديره هو لأنه هو orada gizlenip. قال فعل ماضي مبني على الفتحة الظاهرة والفاعل مستتر جوازا تقديره هو. Əd-dinu ən-nəsihə. Əd-dinu mübtədədir. Nəsihətə xəbərdir qardaşlar. Mərfuun və aləmətun rəf'ihi dammətə zahirə. Burada hər ikisi mərifədir. Hər ikisi mərif olanda, yəni bəlağət alimləri deyir ki, deməli buradan hasr var. Hasr qaydası var. Yəni məsələnin şiddətliyini, yəni sanki deyirsən ki, din nəsihətin ta kəndisidir. Elə bir ki, belə deyirsən. Ona görə xəbər məruf ilə gələndə bu cür hasr qaydası ortaya çıxır. Ən-nəsihə xəbəru mərfu və aləmətü rəf'ihi əd-dammətu zahirə alə axirihi. Qulnə limən qalə qalə yəni burada qulnəyə işarə edir, yəni qalə fiili. Fi'lun mədi məbniun alə sukun li ittisalihi bina'il fa'ilin. Fə'ilinə, yəni nə cəm olan nə failinə görə bu sukun üzərində məbni olur. Əslində madi feili nə üzərində məbni olur? Əslən yəni fəthə üzərində məbni olur. Sadəcə nun ittisal olunub deyənə sukun qoyulub və sukun üzərində məbnidir. Sonra nə damirun məbniyun alə sukuni fi məhəllə rəfə fəilun. Limən əlləm hərfu cərrin mən ismu istifham məbniyun alə sukun fi məhəlli cər. Və cümlətu limən cümləsi fi məhəlli nasb. Məqulun qovl. Məqulu qovl olduğuna görə nasbın yerindədir. Yəni sanki məfulun bihidir. Qalə lillahi.
Qale fi'lu madin mebniyun alel fethi. Burada artık fethi üzerinde mebnidir. Lillahi cer ve mecrur mutalikanı bir qale. Qale ile mutalik. Ve li kitabihi. El vav harfu atfın. El lam harfu cer. Kitabihi ismu mecrurun ve alamtu cerih el kesra ve huve mudaf. Vel ha damirun mebniyun alel kesr. Fi mehalli cer. Ve li rasulihi. تعرب إعرابه لكتابه كمي يعربون ولأمة المسلمين الواو حرف عطف اللام حرف جر أئمة اسم مجرور وعلامة جره الكسر وهو مضاف المسلمين مضاف إليه مجرور وعلامة جره الياء وعامتهم الواو حرف عطف عامتهم عامة اسم مجرور وعلامة جره الكسر وهو مضاف هم ضمير مبني على الكسر في محل جر مضاف إليه والميم للجمع burada yani bu mimindir. Yani humdaki mim. Bak bunu değil. Vel cümletu lillahi ve ma ba'daha yani ondan sonrakiler hamısı fi mehalle raf haberun lil mübteda. Mahsufun takdiruhu nasiha. Ey en nasihatu lillah. Orada sual verirler şey yani limen ya Resulullah. Orada nece başladı? Lillahi. Yani en nasihatu lillahi ve li kitabihi ve li rasulihi. Yani nasihat nedir bu? Düşmüş mübtədadır. Ona görədir ki, bu lilləhdir və digər cər məcrurlar nəyin xəbəridir? Düşən mübtədanın xəbəridir. O düşən mübtəda nə imiş? Nəsihət sözü imiş. Bir də onu demiş ki, qardaşlar, o hədisdə ki, tərcümə edəndə o mənaları ki, qeyd etdik ki, yəni kitab üçün deyəndə nə nəzərdə tutulur, Rəsul üçün deyəndə nə nəzərdə tutulur. Biz onu Şeyx İbn Useymin rahmehullahın şərhindən istifadə edərək demişik. Yəni hər bir halda dediyim odur ki, özümüzdən demirik. Yaxşı inşallah gələn dəfə digər hədisə başlayarıq. Subhanakallahumma və bihamdik əşhədu an la ilahe illə ente estəğfiruke və etûbü ileyk.